Hər vaxtınız xeyirli olsun əziz tamaşaçılarımız, xoş gördük sizləri. Həmişə qeyd edirik ki, sağlam olmaq, sağlam düşüncənin məhsuludur. Sağlam düşünmək üçün isə mütləq sizlərin doğru düzgün tibbi maariflənməsi lazımdır və məhz biz də bunun üçün buradayıq. Bəli, bir neçə gün ki, sizdən uzaqdaydıq. Məlum səbəbə görə və fürsətdən istifadə edərək bir daha xalqımıza həm baş sağlığı veririk, həm də Allah bütün şəhidlərimizə rəhmət etsin deyirik. Bütün komandamız, kollektivimiz adından bu söz deyirik və söhbət ondan gedir ki, buna kədərlənmək lazım deyil, eyni zamanda bizim xalqımızın birliyi deməkdir bu. Ən vacib məsələ ondan ibarətdir ki, xalqın bir olması üçün tam olaraq Azərbaycanımızı hər bir insanın faydalı olması üçün birinci sağlam olması lazımdır. Sağlam olmaq üçünsə, cəmiyyətinizə faydalı olmaq üçünsə, xalqınıza faydalı olmaq üçünsə, ən başlıca məqsəd faydalı məsləhətləri almaqdır. Mən sizə faydalı məsləhətlər demişkən, mən sizə bizim proqramımız və bizim də amalımız tibbi maariflənmədir. Odur ki, biz başladıq. Ürəyimizin səsini dinləyib, ruhumuzu gənc saxlayaq ki, sağlam olaq. İnsanlara kömək edib, onlara faydalı məsləhətlər verək ki, sağlam olaq. Daim hərəkətli olub, özümüzü gümrah saxlayaq ki, sağlam olaq. Yediyimizin, içdiyimizin qədərini bilib, faydalı olanlarını seçək ki, sağlam olaq. Çalışaq, işimizi sevək, xəstəliklərə qalib gələk. Sağlamlığımızı qoruyub, onun qayğısına qalaq. Həyatın ritmini tutub, hər şeydən məlumatlı olaq ki, həmişə, hər zaman sağlam olaq. Təşəkkür edirəm. Xatırladım ki, proqramımız başladı, davam edirik və biz proqramın birinci və ikinci hissələrini ənənəvi olaraq sizə xatırlatmalıyıq. Birinci hissə kifayət qədər maraqlıdır, çünki insanlarımızın bəzən təbii ki, yanlış düşüncə olaraq bu xəstəliyi başqa bir mütəxəssisə müraciət nəticəsində tam yanlış bir istiqamətdə yol alması. İkinci isə bu əməliyyatdan sonraki doğru olmayan bəzi məsələlər çox ağırlaşmalarla özünü göstərə bilir və hər kəsdə də bu özünü göstərə bilər. Kimlərdən söhbət gedir, hansı yaşdan söhbət gedir, ondan sonra biləcəksiniz. Təbii ki, qalxana bənzər vəzin xəstəliklərindən söhbət gedəcək. Zob kimi tanıdığınız, düyünlü zob kimi, zəhərli zob kimi eşitmirsiniz bu adları. Ur xəstəliyi kimi bildiyiniz, əslində isə qalxana bənzər vəz, tiroid vəzinin xəstəliklərindən söhbət gedəcək. Onun diaqnostikasından söhbət gedəcək, onun əməliyyatından söhbət. Yəni, nə zaman birinci düzgün diaqnostika qoyulmalıdır? Qalxana bənzər vəzində problemi olan insanlarda hansı şikayətlər olar? Qalxana bənzər vəzin xəstəlikləri zamanı düzgün diaqnostika hansı yaşda, hansı cinsdə, nə zaman aparılmalıdır? Və hər zaman cərrahi əməliyyata göstəriş varmı? Mütləq cərraha mı getməyimiz lazımdır, yoxsa həkim endokrinoloqa getməyimiz lazımdır? Bax, bu vaxtında məsələləri hər zaman insanların beynində dolanır. Çünki bilmirlər vaxtında nə vaxtdır. Və təəssüflər olsun ki, bir çox hallarda elə məhz ölkəmizdə gecikmiş halda müraciət edirlər. Bunlar olmasın deyə məsələ biz də bugün qalxana bənzər vəzin xəstəlikləri, onun diaqnostikası və müasir ona yanaşma prinsipləri müalicəsindən söhbət açacaq. Odur ki, diqqətiniz bizdə olsun. Proqramımızın ikinci hissəsində isə biz elə bir mövzu haqqında sizlərə məlumat verəcəyik ki, doğrudan da çox aktual, çox vacib bir mövzudur və sizin hər birinizin ikinci hissəni qaçırmamağınız tövsiyə olunur. Biz proqramın bir çox, belə deyə, ötən proqramlarımızda sizlər üçün kanserogen maddələr haqqında əsasən məlumatlar vermişik, hansı ki, xərçəng xəstəliyinin yaranmasına səbəb olurlar qida məhsulları, qida maddələri və bugün isə qərar verdik ki, elə qida məhsulları haqqında danışaq ki, onlardan mütəmadi olaraq düzgün istifadə etdikdə onlar xərçəng xəstəliyinin qarşısının almasına kömək eləyirlər və ona görə də Sağlam Olaq komandası ilə ən zəngin antioksidant xassəyə malik olan 3 qida məhsulunu sizlər üçün seçdik. Hansı ki, əgər doğrudan da yenə bir daha qeyd edelim ki, düzgün istifadə olunduqda xərçəngin profilaktikası qarşısını alması üçün sizə kömək edəcək. Ona görə diqqətiniz bizdə olsun, görək bu qida məhsulları hansılardır. Mütləq izləyin, qaçırmayın proqramımızın ikinci hissəsini də. Və biz yenə də həmişə olduğu kimi proqramımıza başlamamışdan öncə mən istəyirəm bizim studiyamıza qonaq buyurmuş gənclərimizə təşəkkürümü bildireyim. Onlar 1 nömrəli Bakı Peşə Liseyinin tələbələridir. Təşəkkürlər sizlərə. Və hər gün olduğu kimi studiyamızda bilirsiniz ki, studiyada əyləşən qonaqlarımızın da müayinəsi aparılır və bugün də bizim rezident həkimimiz var. Buyursun, rezident həkim Xatirə Şirinova. Buyurun Xatirə xanım.
Xatırladaq ki, əziz tamaşaçılarımız, biz hər zamanki kimi studiyamızda əyləşən tamaşaçılarımızla unutmuruq. Onlar yaxınlaşırlar və həkim rezidentimizin müayinəsindən keçirlər. Bu bir həkim baxışıdır və düzgün istiqamət almaq üçün məsələ çox gözəl başlanğıçdır. Sizə uğurlar arzu edirəm, doktor. Buyurun, zəhmət olmasa görüşəmizə sizi dəvət edirəm və bir saat ərzində sizə uğurlar arzu edirəm. Xatırladaq ki, bizim 497 49 87 telefon nömrəmiz sizin ixtiyarınızdadır, əziz tamaşaçılarımız. Zəng etməyiniz lazımdır. Bunu aşağıda görürsünüz artıq bu nömrəyə. Zəng edin və sualınızı gecikdirməyəndən verin ki, aktiv şəkildə söhbətimizə qoşula biləsiniz. Beləliklə, mən həkim qonaqlarımızı dəvət edəcəm. Çox gözlətməyin onları, çünki sualımız doludur. Bilirəm, sizin də suallarınız olacaq və o sualları da sizdə ləngitməyin. Beləliklə, Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının 1-ci Cərrahi Xəstəliklər Kafedrasının əməkdaşı, Türk Cərrahi Dərnəyinin və Türk Endokrinoloji Dərnəyinin üzvü, tibb üzrə fəlsəfə doktoru, həkim cərrah Azər Hümbətov və Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının ultrasəs müayinə həkimi Yaqub Məmmədov. Buyurun. Necəsiniz? Xoş gəldiniz. Xoş gəlmişsiniz. Salam doktor, xoş gəldiniz. Xoş gününüz olsun. Öncə biz zob xəstəliyi, hipertireoidoz dediyimiz, hər kəsin zob xəstəliyi kimi tanıdığı bir qalxma bənzər vəzin xəstəliyi haqqında məlumat verəcəyik. Söhbət nədən gedir burada? Nə baş verir axı bu zaman? Kimlərdə olar bu məsələlər? Buyurun. Qalxana bənzər vəzin xəstəlikləri bildiyimiz kimi çoxdur. Yəni, bunlar arasında ən çox geniş yayılmışı, əhali arasında belə bir toksik zob, zəhərli zob haqqında istəyirəm qısa bir məlumat verə. Hipertiroz nədir? Hipertiroz qalxana bənzər vəzin ifraz elədiyi hormonların artıq miqdarda qana daxil olmasıdır. Və daxil olarkən bu hormonlar bildiyimiz kimi qalxana bənzər vəzin hormonları orqanizmdə metabolizm proseslərini tənzimləyir və artıq miqdarda daxil olduqda isə bütün bu hüceyrələrdə bu prosesin sürətlənməsi ilə nəticələnir. Və buna da el arasında bildiyimiz kimi, yəni zəhərli zob, toksik zob deyilir. Yəni, bu slaydda göstərsələr, növbəti slaydı versəydilər, bir baxarıq, o da skop. Yəni, qalxana bənzər vəzin fəaliyyəti... Ən başdan istəyərdim bir məlumat verir. Qalxana bənzər vəzin bizim üçün əhəmiyyəti nədir? Yəni, bu orqan haqqında öncə bir məlumat verək, sonra... Mən də ona gətirmək istəyirdim. Yəni, qalxana bənzər vəzi tirositlərdən, hüceyrələrdən ibarətdir. Yəni, tirositlər nə funksiyası yerinə yetirir? Bizim qida qəbulu zamanı qidaların tərkibində olan yod bilavasitə mədə bağırsaqdan qana keçir, qan vasitəsilə isə qalxana bənzər vəz hüceyrəsi tərəfindən tutulur. Və həmən yod qalxana bənzər vəz hüceyrəsi tərəfindən tutulduqdan sonra isə vəz hüceyrəsindən xüsusi hormonlar ifraz edilir. T3 hormonu, yəni tiroidin və T4 hormonu, tiroksin hormonu, bunlar ifraz olunur. Və bu hormonlar isə orqanizmdə maddələr mübadiləsində, hüceyrə metabolizmində bilavasitə iştirak edir. Və vəzin fəaliyyəti isə beyində yerləşən hipofiz vəz vasitəsilə tənzim olunur. Bunlar arasında əks əlaqə mexanizmi mövcuddur. Əgər vəz hüceyrəsi tərəfindən ifraz olunan hormon çox miqdarda artıqlıq təşkil edirsə, həmən hipofizdə yerləşən, yəni qalxana bənzər vəzi tənzimləyən TSH adlı bir, yəni tiroid stimulerici adlı bir hormon var. Onun miqdarı aşağı düşür. Və yaxud vəzin fəaliyyətinə çatmazlıq varsa, vəz normal fəaliyyət göstərmirsə, həmən hipofiz vəzdə olan TSH hormonu miqdarı isə artıq olur. Yəni buna görə də qalxana bənzər vəzin orqanizmdə çox böyük önəmi var. Bütün sinir sistemi, mədə-bağırsaq sistemi, cinsiyyət orqanları və digər sistemlərə də öz təsirini göstərər, müəyyən metabolik proseslərdə iştirak edir. Klinik əlamətləri haqqında da biz sonra geniş məlumat verəcəyik. Amma mən istəyirdim Yaqub bəy, ultrasəs müayinə həkimi olaraq məhz qalxana bənzər vəzi xəstəliyində, məhz difuz toksiki urda ultrasəs müayinəsinin rolu nədən ibarətdir, o haqqında məlumat verək. Çox sağ olun suala görə. Ultrasəs müayinəsinin qalxanvari vəzin patologiyasında rolu əhəmiyyətli dərəcədə yüksəkdir. Hipertirozlarda isə demək olar ki, əvvəlsizdir. Niyə görə? Çünki hipertirozun başlanğıc mərhələlərində hələ ki, klinik əlamətlər tam formalaşmadığı bir dövrdə ultrasəs müayinə əlamətlərinə görə qabaqcadan xəbərdarlıq, müalicə həkimi xəbərdarlıq edib müəyyən müayinələri etmək üçün informasiya toplamaq olar. Yəni, qalxanvari vəzi ultrasəs müayinəsində ölçəri ölçülür, onun struktur arxitektonikası izlənilir və strukturunda hər hansı bir düyünün və yaxud da kistanın olması aşkarlanır. Bir şey qeyd eləmək istəyirəm ki, qalxanvari vəzin ölçüləri ümumiyyətlə standart ölçülərə malik deyil. Müxtəlif regionlarda yaşayan insanlarda qalxanvari vəzin müxtəlif ölçülərə malik ola bilər. Amma qalxanvari vəzin ümumi formasında bir qanuna uyğunluq var. Qalxanvari vəzin paylarından boyun hissəyə keçid nahiyə
kəpənək şəklində olur. Əgər qalxanvari vəzin ilkin mərhələsində böyüməyə meyillik varsa, bu kəpənək şəkilli forma pozulur. Baxmayaraq ki, qalxanvari vəzin ümumi həcmi böyüməsə də, bunu ultrasəs müayinəsində görüb qiymətləndirmək olar və qalxanvari vəzin formasının bu cür dəyişilməsinə meyilliyi ilkin növbədə hipertireozlarda rast gəlinən bir xüsusiyyətdir və klinik əlamət formalaşmadığı halda belə, məsələn, analiz verildikdə qalxanvari vəzin qanda olan hormonları T3, T4 hormonlarının nisbi çoxalması və yaxud da ki, TSH-PO bizim doktor qeyd elədi kimi hormonun nisbi azalması ya da subklinik azalmasını qeyd eləmək olar. Amma subklinik əlamətlər belə ilkin növbədə pasiyenti o qədər də narahat eləməyə bilər. Ona görə də ultrasəs müayinəsi ilkin mərhələlərdə çox əvəzsiz bir müayinə metodudur. Sizin dediklərinizdə məndə bir suallar yarandı, onu verəcəm, amma ilk öncə istəyirdim, mən sizə doktorun buyurduğu əlamətləri bir aydınlıq gətirir, Azər doktor. Hansı əlamətlərdən söhbət gedir? Toksiki urun əlamətləri. Növbəti slaydı versəylər bir baxalım. Yəni burada qalxana bənzər vəz qeyd etdiyimiz, yəni bütün orqanların tənzimlənməsində iştirak etdiyi üçün tirotoksikoz zamanı, yəni zəhərli zob zamanı ilk olaraq qalxana bənzər vəzin həzmində böyümə meydana çıxır. Və vəzin hormonu, yəni ürək-damar sisteminə təsir etdiyindən xəstələrdə ürək döymənin miqdarı artır ilkin, arterial təzyiq yüksəlir. Bəzi hallarda isə bu artıq qulaqcıq sərməsinə, yəni o dərəcədə ağır bir dəyişiklərə, yaşlı adamlarda isə ürək çatmazlığı ilə nəticələnə bilir. Sonra maddələr mübadiləsinə təsir göstərir. Bu xəstələrdə, hipertirozlu xəstələrdə qidalanma, yəni çox qidalanırlar, iştah yüksəlir, amma xəstələrdə kökəlmə olmur. Yəni əmələ gəlmir, belə demək olar. Yaşlı adamlarda isə əksinə olur. Yəni bunlarda iştah artır, bunlar çox qida qəbul edirlər və xəstələrdə bu piyələnmə ilə nəticələnir. Sonra sinir sisteminə, yəni əsasən biz bildiyimiz üçün beyin hüceyrələrinə tiroksin hormonunun təsiri böyükdür və sinir sistemində isə öz dəyişikliklərini verir. Yəni burada da sinir hüceyrələrində metabolizm prosesləri artdığından bu xəstələrdə əsəbilik ilkin olaraq, qıcıqlandırıcılıq, ağlağanlıq, əllərdə əsmənin olması, qorxu, həyəcan hissinin olması. Bəzən belə xəstələr ailədə hər hansı bir münaqişəyə səbəb olurlar. Yəni onlara hər hansı bir söz deyiləndə, söz onların xəttinə dəyərsə, həmən onu ağırlı bir qıcıqla, yəni hər hansı bir stolun yerə çırpması, alətin yerə çırpılması ilə öz cavablarını bildirirlər. Yəni burada belə hallarda yəni bu xəstələrlə başa düşmək lazımdır. Sonra həzm sisteminə nə cür təsir göstərir? Həzm sisteminin bəzi hallarda bu xəstələrdə diareya olur. Yəni qida qəbuluna əlaqəli olaraq həmən tez-tez bunları defekasiya haqqında, yəni böyük barə çıxma hallarının yüksəlməsi olur. Qadın cinsiyyət orqanlarına, eyni zamanda kişi cinsiyyət orqanlarına da öz təsirini göstərir. Hipertiroz zamanı qadın cinsiyyət orqanlarında bunlarda yumurtalıqlarda, yəni yumurta hüceyrələrinin yetişməsində problemlər yaranır, yəni gecikmə halları olur və bu da qadınların menstrual siklinin pozulmasına, aybaşı siklinin pozulmasına, qısalmasına, bəzi hallarda olmamasına, bəzən olur ki, bu qadınlar sonsuzluqla nəticələnir. Kişilərdə isə əsasən xəstələrdə spermanın miqdarında aşağı olur, oligospermi olur, həmçinin bunlarda bəzən görsənsə impotensiya ilə nəticələnir. Və hipertiroz zamanı ən çox orqanizmdə verdiyi dəyişikliklər xəstələrdə, yəni bizim bir Grevis xəstəliyi bir xəstəlik forması var, hansı hipertirozun bir tipidir, bir formasıdır. Burada əsas həmən xəstələrdə dolma gözlük, gözün önə doğru qabarması olur, göz qapaqlarının, yəni üst göz qapağının geriyə doğru refleksiyası olur ki, bəzən bu xəstələrə baxanda görürsünüz ki, yəni gözlər çox qabarıqdır və qorxu, həyəcan hissi var bu xəstələrdə. Bərəlmiş gözlər olur. Bəli, bərəlmiş gözlər olur bu xəstələrin. Yəni ilk əlamətləri bunlardır. Yəni belə əlamətləri olan insanlar varsa, bəzən hallarda görürsən bunlar sırf onlara nevroloji status olduğundan, yəni nevroloji pozğunluqlar olduğunu nevropatoloqa müraciət edirlər və nevropatoloq bu xəstəliyi aşağılandıqdan sonra ki, səndə zəhərli zovdur, ondan sonra bizə istiqamətləndirir ki, yəni bu sırf olaraq mütəxəssis olaraq siz bu sahədən məşğul olun. Yəni qalxanvari vəzin ifraz etdiyi tiroid hormonlar orqanizmin bütün orqan və sistemlərin fəaliyyətinə təsir göstərir, hər bir hüceyrəsinə təsir göstərir. Və mən istəyirdim, yəni ultrasəs müayinəsi ilə bağlı digər qalxana bənzər vəzdə digər ocaqlı dəyişikliklər baş verdikdə məhz zəhərli zobdan siz necə fərqləndirirsiniz? Əsas amillər hansılardır? Qalxanvari vəzin ultrasəs müayinəsində diferensial diaqnostika böyük bir yer tutur. Nə mənada? Yəni qalxanvari vəzin struktur dəyişikliyi onun parenkimattoz, ocaqlı və yaxud da diffuz formada necə dəyişikliyin öyrənilməsi müayinənin aparılması üçün vacibdir. Niyə üçün?
Misal üçün, hipertireoz deyəndə biz nəyə nəzərdə tuturuq? Hipertireoz, yəni qalxanvari vəzin hüceyrələrinin hiperplastik, yəni onların proliferasiya prosesi nəticəsində hüceyrələrin sayının artması varsa, deməli bu hüceyrələrin sayı artdıqda 1 sm kvadrata düşən belə doğru desək, hüceyrələrin sayı artacaq, deməli sıxlıq çoxalacaqdır. Və qalxanvari vəzin həcmi böyüyürsə, hüceyrələrin sayı artırsa, deməli qalxanvari vəzin ümumi sərtliyi yuxarı olmalıdır. Ultrasəs müayinəsində birinci bu. İkinci, qalxanvari vəzin formasının böyüyürsə, onun formasının kənarlarının kürəvari forma alması. Əgər kəskin böyümədirsə, kənardan görünür ki, bu qalxanvari vəzi boynun xarici görünüşünü deformasiya etmişdir, qabağa böyümüşdür. Ultrasəs müayinəsində əlavə olaraq bununla yanaşı başqa hansı dəyişikliklər baş verə bilər? Yəni qalxanvari vəzin strukturunda düyünlərin varlığı, bu düyünlərin hansı tipli olması, adenomadırmı, kalloid düyündürmü və yaxud da ki, kistalar varsa, bu kistalar nə mənşəlidir, yəni ultrasəs müayinə əlamətinə görə sadə kistalardırmı, yoxsa bu kistalar iltihab prosesi nəticəsində əmələ gəlmiş kistalardır. Bunların hamısının özünə xas olan xüsusiyyətlər var və ultrasəs müayinəsində bu əlamətlərə görə gördüyümüz düyünlərin, kistaların daxilində baş vermiş dəyişiklikləri, dopplerqrafiya zamanı onların qanlanması və yaxud da ki, vaskulizasiyası nəticəsində nə cür gələcəkdə inkişaf elə biləcəyi haqqında müəyyən təsəvvürlər yaratmaq olar və dinamik nəzarətdə bu dəyişiklikləri izləyib müalicə həkimlə birlikdə müayinənin istiqamətini müəyyənləşdirmək olar. Bəzi hallarda qalxanvari vəzi baxmayaraq ki, heç bir dəyişikliyə uğramayıb, onda tutaq ki, hipertireoz əlamətlərinə xas insanda əlamətlər varsa, mütləq deyil ki, misal üçün qalxanvari vəzin böyüməsi ona səbəb olsun. Ona görə də misal üçün qalxanvari vəzin bu cür struktur dəyişikliyi götürək hipotireozlarda, xroniki autoimmun tiroiditlərdə hansı ki, hipotireoz vardır onun kliniki əlamətlərində. Bəzi insanlarda əlavə olaraq onların misal üçün əsəb sistemi pozulması, müəyyən dərəcədə gözlərin bərəlməsi də vardırsa, burada hipertireozdan şübhələnmək olar. Amma ultrasəs müayinəsi, hətta hormonların müayinəsi bizi doğru yola çıxardır ki, burada baxmayaraq ki, hipertireozun klinik olaraq müəyyən əlamətləri varsa da, bu əlamətlər tamamilə başqa mənşəlidirlər və müalicənin aparılmasında biz hipertireozun müalicəsi yox, hipotireozun müalicəsini aparmalıyıq. Ona görə də ultrasəsin struktur dəyişikliyi identifikasiya eləməklə və hormonları bilməklə müalicə həkiminə biz böyük köməklik edirik. Məsələn, siz çox gözəl vurğuladınız ki, ultrasəs müayinəsinin burada əvəzsiz rolu var. Çünki həm diferensial diaqnostikasında fərqləndirmədə, həm də öncədən proqnoz vermək məqsədi ilə çox gözəl bir ultrasəs müayinəsi istifadəsi daha doğrusu çox gözəl proqnostika əhəmiyyətə malikdir. Belə deyək, bir çox insanda hal-hazırda düyünlər var qalxana bənzər vəzdə. Heç bundan xəbəri yoxdur. Çünki düyünün olması hələ heç bir hansısa əlamətin meydana gəlməsi demək deyil və ya bir xəstəlik deyil. Eyni zamanda müəyyən kistlər, kimsə təsadüfən müayinəyə gedərkən qalxanvari vəzində düyün var, kist var deyə belə bir nəticə ilə gəlib müraciət edilir. Hətta bəzən çox hallarda fikir almaq üçün mənə də belə gətirir. Məsələn, bir ürək kimi olaraq göstəriləkdə odur. Məndə belə bir şey göstərilir, bunun bir əhəmiyyəti varmı? Biz isə qeyd etdik ki, qalxana bənzər vəz həyatımız üçün kifayət qədər ciddi bir orqandır. Olmazsa olmazıdır. Yəni, qalxana bənzər vəzin, hətta biz danışacağıq tamaşaçılarımız proqramın ikinci hissəsində, daha doğrusu ikinci mərhələdə, bizim söhbətimiz ikinci mərhələsidir. Ondan sonra müalicəsindən danışdıqda vurğulayacaq ki, əməliyyatdan sonra nə baş verir, başımıza nələr gələcək. Həqiqətən də düyünlərin olması nəyə əsasən həyəcan siqnalının olmasına gətirib çıxardı? Yəni, düyünün ölçüsü mü burada çox önəmlidir? Yoxsa düyünün sayı mı çox önəmlidir burada? Kistin və düyünün olub-olmamasını necə diaqnostika verilir? Bir çox insanlar kistlə düyünü qarışdırırlar, ümumiyyətlə bunlar eyni bir hala gətirib çıxardır. Yoxsa tamamən fərqli mənşəli və fərqli istiqamətən aparıb çıxardacaq. Xüsusilə də mən bilirəm ki, siz keçən proqramlarımızın birində də vurğuladınız ki, incə iynə biopsiyası altında da ultrasəs müayinəsi həyata keçirir. Bax, bu işlər haqqında istəyərdim biraz məlumat verirsiniz. Buyurun. Çox sağ olun suala görə. Siz düz buyurursunuz, müayinə zamanı təsadüfən qalxanvari vəzində ocaqlı dəyişikliklər düyün və yaxud da kista formasında tapıla bilər. Amma qalxanvari vəzin immun struktur arxitektonikasında qorxulu bir dəyişiklik yoxdursa və bu düyün və yaxud da kista formasına görə, daxili möhtəviyyatına görə heç bir
məna kəsb eləmirsə, qorxulu bir əlamətlərə malik deyilsə, bu cür kista və düyünlər dinamik nəzarətə götürülür və ildə bir dəfə 6 aydan bir olmaqla yoxlanılır və baş verə biləcək, gələcəkdə baş verə biləcək dəyişikliklər nəzərə alınır. Amma elə düyünlər var ki, bu düyünlər müəyyən qədər öz formasına görə, strukturuna görə müəyyən qədər şübhə doğurur. Məsələn ki, düyünün strukturunun exogenliyi, sərtliyinin aşağı olması, onun kənarlarının nahamar olması, Dopplerqrafiya zamanı onun daxili vaskulizasiyasının xaotik olması və qan təchizatının spektrial göstəricilərində normadan kənara çıxmalar müəyyən qədər müayinə həkimini şübhəyə salır və bizim bu halda köməyimizə nə çatır? Əlbəttə ki, dinamik nəzarətlə yanaşı vaxtında oradan material götürülüb, yəni incə iynə köməyi ilə bioptant şübhəli yerdən götürülüb, onun hüceyrələrin tərkibinə baxıb və hüceyrələrin tipik yaxud atipik olması haqqında qısa zaman ərzində məlumat alıb və sonraki addımı müəyyənləşdirmək. O cümlədən kistalardır ki, əgər kistalar kista nə deməkdir? Düyündən nə fərqlənir? Düyün deməli tərkibində hüceyrələr olan toxuma tərkibli bir törəmədirsə, kistanın daxilində maye olur. El arası deyil maye, amma əslində orada maye iki cür ola bilər. Əgər iltihab proses nəticəsində əmələ gəlmiş kistası bu eksudatdır. Yox, əgər elə belə kistalardırsa iltihab yox, misal üçün ola bilər ki, disk embriogenozdan əmələ gəlmiş kistalarsa, bunlar kolloiddirlər. Əgər kistanın tərkibindəki maye bir cinslidirsə və onun daxili divarlarında heç bir divar mənşəli törəmə yoxdursa, bu bizi bir qədər arxayınlaşdırır. Amma dinamik nəzarət mütləq lazımdır. Yox, əgər kistanın daxilində divar mənşəli hər hansı bir toxuma mənşəli bir əlavə varsa və dopplerqrafiya zamanı bu əlavənin daxilində biz qanlanma, vaskulizasiya görürüksə, burada müəyyən qədər şübhələr yarana bilər ki, bəlkə də bu kista onkoloji mənşəlidir. Ona görə də mütləq UZI ultrasəs müayinəsi altında maraq nöqtəsindən götürülmüş bioptantın analizi vacibdir. Niyə görə vacibdir? Çünki sabah biz xəstənin, pasiyenti söz versək ki, heç nə yoxdur, 6 aydan sonra gəl, bir də baxaq, 6 ay ərzində elə bir proseslər gedə bilər sürətlə ki, sonra yəni problemin həlli müəyyən qədər çətinləşə bilər. Ona görə ultrasəs müayinəsi ilə yanaşı şübhəli yerdən aparılan bioptantlar, biopsiyalar hal-hazırdakı dövrdə təvabətin ultrasəs müayinəsi çərçivəsində ən vacib məsələlərdən biridir. Bəs bu toksiki uron, zəhərli zob kimi xalq arasında tanınan əsas yaranma səbəbləri hansılardır? Xüsusən də tamaşaçıları çox maraqlandıran bir sual var. Yəni stres həyatımızda qaçınılmaz faktor olan stres faktorunun zəhərli zobun yaranmasında nə kimi əhəmiyyəti var? Təsir eləyə bilərmi? Çox sağ ol sualıza görə. Zəhərli zob dedikdə, yəni zəhərli zobun toksiki uron bir çox səbəbləri var və bir çox tipləri var. Klinik tiplər hansılardır? Bunlar bizim elmdə belə bir xəstəlik var, Graves xəstəliyi. Graves xəstəliyi əsasən bu xəstəliyin simptomları zəhərli zob kimi biruzə verir. Var düyünlü toksiki ur, solitar düyün, yəni buna deyilər toksiki adenoma və digər səbəblər. Yəni orqanizmin, insanın hər hansı bir yod preparatını uzun müddət qəbul etməsi, həmin yod preparatının dozasının düzgün təyin olunmaması, orqanizmdə keçirilən müəyyən, deyək ki, hamiləlikdən sonra postpartum tirotoksikozlar meydana çıxa bilər. Sonra orqanizmdə qalxana bənzər vəzin tiroiditləri zamanı, qalxana bənzər vəzin iltihabı prosesləri zamanı, erkən dövrlərdə bunlar tirotoksikozlar kimi meydana çıxır. Və səbəblərə gəldikdə, yəni bu hansı faktorlar bu xəstəliyi üzə çıxarır? Əsasən müəyyən olunur ki, tirotoksikoz qadınlarda daha çox rast gəlir. Yəni kişilərə nisbətən böldükdə, yəni 5-7 dəfə bunlar kişilərdən daha çox rast gəlir. Rast gəlməsi də nəyə görə qadınlarda? Qadınların həm hamiləlik keçirilməsi, həm hamilənin böyük stresinə, həmçinin qadınlar daha həssas orqanizm olduğundan, yəni bunlarda hər hansı bir stresdir, hər hansı bir psixoloji pozuntu bunların orqanizmdə müəyyən bir fəsadla nəticələnə bilər və bunlar da sonda isə, yəni qalxana bənzər vəzin həmən xəstəliklərini gətirib çıxara bilər. Yəni psixoloji travmalar, psixoloji faktorlar hansılardır? Yəni hər hansı bir insanın öz ailə üzvündə
ölümün olması, avtomobil qəzasının keçirilməsi, yəni boşanma hadisələri, bunlar özü bir növ həmən xəstəliklərin üzə çıxmasına, yəni alovlanmasına gətirib çıxarır. Greves xəstəliyi bəs nədir? Yəni Greves xəstəliyi isə autoimmun bir xəstəlikdir. Autoimmun xəstəlik dedikdə nə nəzərdə tutulur? Yəni biz bilirik ki, bizim orqanizmimizdə immun sistemi var. Yəni immun sistem orqanizmə daxil olmuş bakteriyadır, virusdur, ona qarşı mübarizə aparır, onu məhv etməyə doğru çalışır. Və bəzi proseslər nəticəsində, yəni müəyyən o faktorlar, stres faktorlar deyə, ya digər faktorların təsiri nəticəsində orqanizmdəki immun tarazlıq pozulur. İmmun tarazlıq pozulduğundan məhz orqanizmdəki həmən deyək ki, qalxana bənzər vəzə qarşı artıq orqanizm yad bir maddə kimi qəbul edir, yad bir orqan kimi qəbul edərək ona qarşı antitellər əmələ gəlir. Yəni onu məhv etməkdən ötürü, onu zədələməkdən ötürü olan bir immunoglobulinlər əmələ gəlir və həmən antitellərdə nə edir? Gəlir qalxana bənzər vəzin üzərində tirositlər var ki, onlar üzərində olan reseptorlarla birləşir və birləşərək həmən göstəriş verir ki, sən, yəni bunlar TSH-a uyğun bir antitellər olduğundan qalxana bənzər vəz hüceyrəsini qızıqlandırır, onu stimülə edir və o da son nəticədə həmən hüceyrənin artıq miqdarda işləməsi və artıq miqdarda qana, yəni hormon ifrazı ilə nəticələnir. Yəni səbəblər, faktorlar bunlardır. Və var çoxsaylı toksiki adenoma. Çoxsaylı toksiki adenomanın Greves xəstəliyindən fərqi nədir? Greves xəstəliyində qeyd etdiyimiz kimi bu autoimmun bir xəstəlikdir, amma çoxsaylı toksiki düyünlü urlarda isə burada yəni autoimmun proses olmur. Yəni biz onu sonra diaqnostikasında mən qeyd edəcəm ki, nədir diaqnoz, hansı diaqnoz üsulları vasitəsilə, hansı qanda göstəricilərlə təmin etmək olar. Və bir göstəricisi də toksiki adenomdur. Buna başqa dildə pulmoner xəstəliyi də deyilir. Yəni Greves xəstəliyi 70-75% hallarda hipertiroidin səbəbidirsə, toksiki adenom isə 10-15% hallarda rast gəlir. Toksiki adenom isə qalxana bənzər vəzin üzərində yerləşən həmən düyünün bizim beyində ifraz elədiyim, yəni TSH hormonun təsirindən, nəzarətdən çıxır və nəzarətdən çıxdığı üçün artıq həmən düyün öz hesabına avtonom olaraq ya T3-T4 hormonunu çox sayda, yəni çox miqdarda qana ifrazı ilə nəticələnir və bunlarda, yəni bu xəstələrdə əsasən qalxana bənzər vəzin bir payında bir düyünü olur və öncə qeyd etdiyim, yəni eksoftalm, gözün qabarması, önə doğru qabarması əlamətləri bunlarda olmur. Yəni bunlarda da, amma əsas xəstəliklərinin əlamətlərinin biri də bunlarda ürək döyünmənin, taqqadiyanın, təzyiqin yüksəlməsi ilə nəticələnir. Yəni faktorları bunlar, yəni növlərini bu tipdə bölünürlər elmdə. O ki, qaldığım diaqnostikası isə istəsək, yəni onu da cavablandıra bilərəm, nə cür diaqnoz qoyulur. O haqda məlumat verəcəyik biz, amma öncə bir xalq arasında deyilən bir deyimlər var da, ortada gəzir dildən. Necə ki, zob adını çıxardıblar, insanlar zob xəstəliyi deyə müraciət edilə bir-birlərinə. Əslində ki, elmi adı tamamilə fərqlidir və ümumiyyətlə qalxanların vəzin adı belə hallanmır heç bir yerdə. Bir də dişi məsələsi var, dişidir, erkəkdir məsələsi var. Məsələn, bizim bir tamaşaçımız zəng edib hal-hazırda sualı verir ki, zəhərli zobun var, bax, eynən sualı verdiyi şəkildə sizə deyirəm. Zəhərli zobun var və deyirlər ki, dişidir, məsələn. Belə bir şey, ədəbiyyatda mən birinci zob sözü, ikinci dişi erkək məsələsi və söhbət qalxanları vəzdən gedir. Hardan gəlir bu sözün etiologiyası? Varmı bir əsası bu sözlərin? Ümumiyyətlə, zəhərli zob nəyə deyirik biz? Mütləq bunun müalicəsi cərrahidirmi, yoxsa müalicə medikamentoz vasitəsilə ola bilərmi? Başlanğıcı mən başlayayım, Azər müəllim davam eləyək. Qalxanların vəzin el arasında bu cür deyilməsində əlbəttə ki, müəyyən qədər ola bilər ki, cəmaatı başa salmaq üçün onu həkimlər deyiblər, ola bilsin, amma yəni müəyyən dərəcədə aydınlaşdırmaq üçün. Yəni qalxanları vəzin əgər böyüyübsə, heç bir klinika əlamətə malik deyilsə, və insan özünü çox yaxşı hiss edirsə, sadəcə həcmcə böyüyübsə, qana hormonlarının ifrazında heç bir dəyişiklik yoxdursa, TSH, hipofizin hormonunda heç bir dəyişiklik yoxdursa və qanda ola bilər ki, misal üçün, proses autoimmun prosesdir, müəyyən qədər antitellər artıb. Bu cür, yəni klinika əlamətə malik olmayana, ola bilsin, el arasında erkək deyirlər. Amma klinika əlamətə malik olan, əlbəttə ki, burada hipertiroz nəzərdə tutulur. Yəni, qalxanvari vəzin, qana normadan çox buraxdığı hormonlar bədəndə müəyyən proseslərin pozulmasına gətirib çıxarır. Buna da yəqin ki, dişi deyilir. Mən sizə bir misal çəkim, yəni bu yaxınlarda olan söhbətdir. Bir yaşlı pasiyent vardı. O, deməli, sarılıq xəstəliyidir. Belə deyək, qaraciyərin funksiyasının pozulması nəticəsində əmələ gəlmiş və arıqlamış bir pasiyent idi. Çox yoxladılar bunun qaraciyərini, yəni çirrozdur, yoxsa orada nəsə virus mənşəlidir. Demək olar ki, bir neçə ay müayinələr heç bir effekt vermədi. Sadəcə
Müayinə əsasında qalxanvari vəzi, yəni ötürücünü qarnından götürüb boğazı qoymaqla qalxanvari vəzdə gördüyümüz mənzərə bizə hər şeyi necə deyirlər, informasiya verdi ki, aylarla pasiyentin əziyyət çəkdiyi xəstəliyin başında hipertireozdur, qalxanvari vəzin xəstəliyi. Amma heç kəsin ağlına gəlmir. Bizim yəni həkimlərimiz də müəyyən qədər özlərini itirmişdilər. Qalxanvari vəzin müayinəsindən 2 həftədən sonra tamamilə xəstə deyim olar ki, sağaldı. Yəni konservativ müalicədən sonra. Yəni qalxanvari vəzinin o cür insan orqanizmində kiçik bir yerə, yəni cəmi onun maksimum çəkisi 25 qrama qədər ola bilər. 16-25 qram arası. 80 kiloluq insanı belə loqisi başına necə oyunlar aça bilər. Ona görə də müxtəlif xəstəliklər yoxlananda, baxmayaraq ki, bu ürək xəstəliyidir, qaraciyər xəstəliyidir, böyrək xəstəliyidir, cinsiyyət orqan xəstəliyidir, mütləq qalxanvari vəzi mütləq və mütləq yoxlanmalıdır. Bu vacib bir məqamdır. Və eyni zamanda müalicəsindən danışacağıq. Bizim sizin daha doğrusu növbəti sualınız, bunun müalicəsi mümkündürmü, cərrahidirmi, mütləq cərrahi əməliyyat olmalıyam. Xatırladaq ki, qalxanvari vəzin cərrahi əməliyyatları nə zaman cərrahi əməliyyatları göstərişdir, yanaşı olaraq hansı ağırlaşmalar ola bilər. Məsələn, səsi batan insanlar, niyə səsiniz batır? Və ya tiroid hormonundan danışmışkən paratiroid hormon da var. Bunun bir əlaqəsi varmı? Bu məsələlər haqqında söhbət olacaq burada. Çox maraqlı söhbət olacaq özü, mən bilirəm ki. Sadəcə sizin diqqətiniz bizdə olsun, əliniz isə telefon nömrəmizdə olsun. 497-49-87 telefon nömrəsindən söhbət gedir. Biz isə qısa aradan sonra təkrar bir yerdə olacaq. Və biz davam edirik əziz tamaşaçılarımız, amma ilk əvvəl bizim proqramımızın yaradılmasında bizə dəstək olan klinikaya təşəkkürümüzü bildirmək istəyirik. Xatırlatmaq istəyirəm ki, proqramımızın sponsoru Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasıdır. Bəli, Tədris Cərrahiyyə Klinikası 2013-cü ilin sonundan etibarən fəaliyyətdədir. Ümumilikdə 45 kvadrat metr sahəyə malik olan 18 kafedra, 18 əməliyyatxana, 24 şöbədən ibarətdir. Həm də Azərbaycan cərrahiyyə tarixində artıq son 2-ci illik fəaliyyət göstərir. Buna baxmayaraq, öz ilkləri imza atmış bir dəstək xətti var. Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası Azərbaycanın müxtəlif bölgələrində yaşayan, bizə baxan bütün insanları dəvət edirik ki, yüz eşitməkdənsə bir görün, buyurun, gəlin. Müasir modern tibbi təchizat və peşəkar kadrlarla birbaşa özünüz tanış olun. Çünki bu xalqımız üçün nəzərdə tutulubdur. Təşəkkür edirik onun rəhbərliyinə və bu klinikanın əməkdaşlarına. Xatırladaq ki, məsələ studiyamızın qonaqları da Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının həkimləridir. Söhbətimiz isə qalxanvari vəz xəstəlikləri, onun diaqnostikası, müasir diaqnostikası və müasir müalicə üsullarından gedir, cərrahi müalicəsindən gedəcək ki, söhbətimiz elə sizinlə davam edək, doktor, Azər doktor. Buyurun, zəhərli zob, sualımız son olaraq, tamaşaçımın sualı burada qalmışdı. Zəhərli zob hər zaman cərrahi əməliyyata göstərişdirmi və cərrahiyyə dedikdə, qalxanvari vəzin cərrahiyyəsi dedikdə nəyi anlamamız lazımdır? Tamaşaçının sualını görün, təşəkkür edirəm. Çox maraqlı bir sualdır. Qalxana bənzər vəzin zəhərli zoblarında hər xəstəni biz əməliyyat etmirik. Yəni, əməliyyatın göstəricisi üçün öncə biz qalxana bənzər vəzin diaqnostikasını təyin etmək üçün müayinələr aparılır. Müayinələr nədən ibarətdir? Qalxana bənzər vəzin hormonal paneli, hormon stasiya yoxlanılır. TSH zəhərli zobları aşağı olmalıdır. T3, T4 hormonu həm sərbəsi, həm totalı yüksək olmalıdır. Və Graves xəstəliyin, yəni zəhərli zobların sonra biz tipini təyin etməyə çalışırıq. Yəni qeyd etdiyimiz yəni hipertireoz bu xəstəliyin tam olaraq klinik bir formasıdır. Amma onun hansı, yəni Graves xəstəliyimi, toksiki, çox saylı düyünlü urdum, bunu təyin etmək üçün biz qanda TSH reseptorlarına qarşı antifellər təyin olunur. Və TSH reseptorlarına qarşı antifellər təyin olunursa, əgər bu da yəni pozitivdirsə, o zaman artıq biz yəni bu xəstəliyi təsdiqləyirik ki, bu xəstədə Graves xəstəliyi, yəni zəhərli zobun bu forması Graves xəstəliyi. Ola bilər ultrasəs müayinəsində Graves xəstəliyi yox, toksiki zəhərli zob təyin olunsun. Yəni burada TSH reseptorlarına qarşı antifellər yüksək olmasın, anti-TPO-da, anti-tiroglobulin yüksək olmasın, amma T3, T4 hormonu yüksək olsun, TSH hormonu aşağı olsun. Yəni bunların deməli məqsəd odur ki, bunların hər birinin özünə məxsus uyğun müalicə taktikası var. Yəni bu qalxana bənzər vəzin xəstəliklərinə, yəni hipertirozda vahid bir müalicə taktikası yoxdur. Yəni xəstə öncə xəstəliyi seçilməlidir, xəstəliyin diaqnozu düzgün təyin olunmalıdır. Sonra
xəstəliyin müalicəsi haqqında biz xəstəyə məlumat veririk ki, hansı müalicə üsulları var. Xəstədə əgər yanaşı xəstəliklər varsa, hansı müalicə üsulunu biz seçə bilərik. Bu haqda məlumat verildikdən sonra biz başlayırıq xəstəni müalicəyə. Yəni ilkin olaraq bizim müalicə taktikamız dərman müalicəsindən başlayır. Yəni Graves xəstəliyində aparılan müalicə iki qrup dərmanlardan istifadə olunur. Yəni metinizol tərkibli və propiltorurasil tərkibli dərmanlardan istifadə olunur. Biz o söhbətimizi davam edəcəyik, amma öncə mən istəyərdim məsələ cərrahiyyədən danışmışkən, əsas məsələ insanların bir də qorxduğu bədxassəli törəmələrdən gedir. Çünki adətən biz biopsiya götürürüksə, məsələn incə iynə biopsiyasına söhbət gedirsə, bədxassəli törəmə dedikdə qalxanvari vəzin söhbət gedir təbii ki. Nəyi nəzərdə tuturuq? Nə zaman bədxassəli törəmə ola bilər və eyni zamanda bunun bir gedişatı varmı? Məsələn, öncədən bu şəkildədir, sonra mütləq bədxassəli olacaqdır. Belə bir mövhum anlam varmı? Bədxassəli işlər belə bir qanuna uyğun şəkildə inkişafa malik deyirlər. Ona görə də burada biraz məsələ mürəkkəbdir. Ümumiyyətlə, əvvəldən də müayinə olunan hər hansı bir patoloji ocağın biopsiya olunmamaqdan qabaq onun bədxassəli olmasını 100%-də təsdiqləmək olmaz. Ümumiyyətlə, qalxanvari vəzdə əgər bədxassəli şiş varsa da, ola bilər ki, uzun müddət o özünü klinik olaraq viruzə verməsin. Ona görə də ümumi qanuna uyğunluğun olmaması bizi müəyyən qədər, misal üçün, çaşdıra bilər. Tutaq ki, hər hansı bir pasiyentin qalxanvari vəzində kista formasında və onun daxilində patoloji, onkoloji bir tərkibli bir hüceyrələr vardır. Və 3 il, 5 il həmin pasiyent gəlir, müayinə olunur və müayinə zamanı bu qalxanvari vəzinin kistasının daxilində olan görüntülərin heç bir dəyişiklik olmasın. Baxmayaraq ki, o onkoloji mənşəlidir. Amma qarant varmı 3 ildən, 5 ildən sonra biz sakitləşdirək xəstəni, oradakı proses bu cürdə davam edəcək. Ona görə də əvvəlcədən bir söz demək, hər hansı bir qanuna uyğunluğa xas əlamətlərin olmasını demək qeyri-mümkündür. Mütləq yenə deyirəm, şübhəli ocaqlar varsa, biopsiya aparılması mütləq vacibdir. Əgər şübhəli varsa, ocaqlar. Və qalxanvari vəzin kliniki olaraq onkoloji dəyişikliklərində ilkin mərhələlərdə heç bir klinik əlamətlər olmaya da bilər. Əgər qalxanvari vəzin onkoloji dəyişikliyi ətraf orqanlara, toxumalara invaziya edirsə və zədələyirsə, misal üçün yanaşı yerlənmiş magistral qan damarlarına, venaya, arteriyaya, və yaxud da ki, traxeya, onun sonradan müalicəsi də, əməliyyatı da çox qəliz ola bilər. Ona görə də ultrasəs müayinəsində şübhəli olan ocaqlardan biopsiya götürülməsi vacib bir məqamdır. Yaqub bəy, bizim bir tamaşaçımız, Kübra adlı tamaşaçımız 38 yaşında belə bir suala müraciət edib. Ultrasəs müayinədə zəhərli zob xalq arasında deyilən diaqnozu qoyulub ona amma özünü çox sağlam hiss eləyir, heç bir klinik əlaməti yoxdur. Nə məsləhət görərdiniz? Ultrasəs müayinəsinin ümumiyyətlə zəhərli zob diaqnozu qoymağa heç bir ixtiyarı yoxdur. Bu diaqnoz klinisist tərəfdən qoyulur və toplanmış informasiyaların aşılanmasından sonra qoyulur. Yəni, toplanmış informasiya nə deməkdir? Hormonların yoxlanılması, qalxanvari vəzin ultrasəs müayinəsində olan görüntüləri və kliniki əlamətlər. Ultrasəs müayinəsinin, yenə deyirəm, həkiminin klinik diaqnoz qoymağa mənə elə gəlir ki, ixtiyarı yoxdur. Biz ancaq müayinə zamanı qalxanvari vəzdə baş verə bilən makrostruktur dəyişiklikləri haqqında informasiya verir. Buyurun, zəhmət olmasa yaxınlaşın lövhəyə və mənim də əl qabiliyyətim yaxşı deyil, sizinki də bilmirəm, necədir? Yaxşıdır mənimki. Buyurun, biz onu danışdığımızı çəkə bilərik. Məsələn, qalxanvari vəzi çəkərik, düyün harada yerləşir, kist haqqında bir... Qalxanvari vəzi 2 paydan ibarətdir və bu paylar ortaq körpü pay vasitəsilə traxeyanın üzərindən keçməklə, əgər misal üçün qalxanvari vəzin sağ payıdır, bu körpü paydır, bu da sol paydır. Qalxanvari vəzi ormalı traxeyanın üzərindən keçir, bu da bizim traxeyamız. Qalxanvari vəzin sağında və solunda yuxu arteriyası və vidacı venası yerləşir. Qalxanvari vəzin arxasında isə kiçik formada, çox hallarda bu ultrasəs müayinəsində görsənmir, paratiroid vəzlər yerləşir. Əgər qalxanvari vəzin biz elinə kəsiyini aparsaq, ultrasəsdə bu necə görsənəcək?
yenə də qan damarlarının enində kəsiyi burada görsənəcək. Bu da həmin traxeamızdır. Yəni qalxanvari vəzi böyüdükdə, bayaq dediyim kimi o kəpənəyə bənzər qanuna uyğunluq itəcəkdir. Yəni qalxanvari vəzi böyüyürsə, qalxanvari vəzinin də standart ölçüləri yenə deyirəm yoxdur. Çünki qalxanvari vəzin paylarının qalınlığı ola bilər ki 8-15 mm arasında olsun. Pasiyent gəlib biz onun qalxanvari vəzini tutaq ki ölçürük ki deyirik sağ payın qalınlığı 13 mm-dir. 3 il bundan, 5 il bundan qabaq onun qalxanvari vəzinin qalınlığı nə qədər olur bizdə informasiya yoxdur. Amma o böyümə varsa mütləq müəyyən o qanuna uyğunluq var, o itəcəkdir. Yəni qalxanvari vəzin gördüyümüz bu çökəklik itəcəkdir. Bu böyüyürsə həmin çökəklik itir və buna dolma defekti deyilir və ultrasəs müayinəsində əgər yoxlayırıqsa qalxanvari vəzi ümumi həcmi orta statistik ölçülərdən böyük deyilsə də belə və bu forma itibsə, burada artıq qalxanvari vəzin böyüməsindən şübhələnməyə dəyər. Amma qalxanvari vəzin böyüməsindən şübhələnmək o demək deyil ki, bu qalxanvari vəzdə hormonal dəyişiklik ola bilər. Ona görə də qalxanvari vəzin klinik əlamətləri yaxşı olar ki, klinisist tərəfindən öyrənilsin. Biz sadəcə ona qalxanvari vəzin anatomik yerləşməsi, yəni qalxanvari vəzi yerləşə bilər normal, yerləşə bilər döş qəfəsi boşluğunda. Qalxanvari vəzin tutaq ki, sağ və sol payının aşağı hissəsində yerləşmiş hər hansı bir düyün varsa və bu düyün körpücü sümüyün arxasından döş qəfəsi boşluğunun istiqamətli böyüksə, xarici görüşündə də həmin insanın heç bir əlamət olmayacaqdır. Baxmayaraq ki, onun klinik əlamətləri ola bilər və qalxanvari vəzi biz ultrasəs yoxlayanda heç bir tapmırıq. Amma biraz diqqətlə baxsaq görərək ki, körpücü sümüyü arxasından döş qəfəsi istiqamətində böyümüş adenoma düyünü vardır və adenoma düyünü də klinik olaraq gətirib çıxardır hipertireozlara. Yəni qalxanvari vəzi müayinəsində ultrasəs həm də onun yerləşməsi və patoloji lokalizasiyalarının aşkarlanmasında da böyük bir rol oynayır. Təşəkkür edirik sizə. Bir də elə lövhədə də hazır şəkil varkən mən istəyərdim cərrahi müalicəsi nə vaxt ümumiyyətlə cərrahi əməliyyatlara göstəriş olur. Bayaq da qeyd etdik ki, ümumiyyətlə cərrahi əməliyyatlardan, xüsusən də qalxana bənzər vəzi əməliyyatlardan çox çəkinirlər. Məhz göstərişlər hansılardır? Onları izah eləyə tamaşaçılarımıza. Və sualı bir də əlavə olaraq yanında qalxana bənzər vəzin cərrahiyyəsində tiroid vəzin əvvəl biz total tiroidektomiya deyirik, məsələn, tamamilə götürülməsi, bir də bir hissəsinin lob olaraq bir payının götürülməsindən söhbət gedir. Nədən söhbət gedir? Varmı elə bir tibbi göstəriş və ümumiyyətlə bunlardan hansısa biri seçilirmi, yoxsa sadəcə bir üsulu var? Mən bayaq o suala uyğun olaraq cavab qeyd elədim ki, bizim o zəhərli zoblarda vahid bir müalicə prinsipi yoxdur. Yəni öncə biz dərmanla müalicəni başlanılır. Əgər yəni düyünlü zobdan söhbət getmirsə, yəni vəzin difuz böyüməsi varsa, dərmanla, tirostatiklərlə müalicə aparılır. Tirostatiklərlə aparılan müalicə minimum 12 ay müddətində verilməlidir. Əgər tirostatiklə aparılan müalicə effekt vermirsə, yəni xəstələrdə tez-tez, yəni restivləşmə, təkrarlanma əlamətləri varsa və yaxud verilən dərmanlar orqanizmə əlavə təsirlərlə və yaxud ciddi əlavə təsirlər meydana çıxır. Yəni bunlarda leykositlərin miqdarı, orqan hüceyrələrin miqdarı kəskin düşür, orqanitoz meydana çıxır. Bu halda həmin dərmanları biz kəsirik. Yəni artıq bu aparılan müalicə, yəni dərmanla müalicə effekt vermədi. Onda bu xəstələri biz istiqamətləndirik cərrahi müalicəyə. Cərrahi müalicə üsulu da isə yəni xəstəliyin patologiyasının aslı olaraq fərqli seçilir. Yəni siz qeyd etdiyimiz, yəni total, tam olaraq çıxarılması. Əgər bu xəstədə Graves xəstəlikdirsə, yəni Graves xəstəliyin diaqnostik olaraq təsdiqlənibsə, yəni antitellər yüksəkdirsə, digər antitellər yüksəkdirsə, bu xəstələrdə mütləq vəz tam çıxmalıdır. Nəyə görə tam çıxmalıdır? Əvvəllər bu əməliyyatlarda subtotal, yəni subbasial əməliyyat icra olunur. Cüzi bir hissə saxlanmaq şərti ilə. Onu da nəyə görə saxlayırlar? Çünki vəzin arxa səthində biz bildiyimiz kimi qayıdan qırtlaq sindi yerləşir, yəni səsin inervasiyasına məşğul olur. Həmən səs telini zədələnməməkdən ötürü cüzi 3-5 qram, 10 qrama qədər bir toxuma saxlanılırdı. Amma müəyyən müddətdən sonra, yəni 5 il, 7 il keçdikdən sonra müəyyən olundu ki, həmən xəstəliklərdə, yəni daha doğrusu xəstələrdə təkrarlanma, yəni restiv ehtimalı yüksəkdir və bunu da nə ilə əlaqələndirirlər? Orqanizmdə olan autoimmun bir proseslə. Yəni burada həmən vəz qalmış vəzdə yenə autoimmun proseslər davam edir və autoimmun proseslər davam etdiyində müəyyən müddətdən sonra həmən vəzin yenədən, yəni inkişafına, hiperplaziyasına gətirib çıxarır, yenə toksiki əlamətlər üzə çıxır deyə artıq belə bir qərar verildi ki, toksiki, yəni Graves xəstəliyində toksiki urlarda mütləq total tiroidektomiya tam olaraq vəz çıxarılması göstərişdir. Difuz zoblardan söhbət gedir. Amma var
qeyd etdiyimiz kimi toksiki, çoxsaylı toksiki düyünlü ur. Amma çoxsaylı toksiki düyünlü uruda biz həmən diaqnozu ultrasəs müayinəsi vasitəsilə təyin edirik. Yəni ultrasəs müayinəsi bizə imkan verir ki, biz təyin edə bilək ki, bunun bir payında çoxsaylı düyün var, yoxsa hər iki payında. Yox, əgər proses hər iki payı əhatə edirsə, yenə burada da əməliyyat total tiroidektomiyadır. Tam olaraq vəznin çıxarılması. Bir də var solitar düyün, yəni solitar avtonom bir düyün. Solitar avtonom bir düyün o nə deməkdir? Yəni həmən solitar düyünün bir düyünün beyində hipofiz vəznin təsirindən çıxaraq özü avtonomluq təşkil edir. Özü, yəni həmən düyün artıq zəhər, yəni hormon artıq miqdarda ifraz edir. Belə hallarda isə ultrasəs müayinəsi ilə də təsdiqlənir ki, bir payda düyün var. Həmən xəstələrdə artıq biz lobektomi, yəni bir payın çıxarılması ilə əməliyyat sonuclanır. Yəni burada bizə ehtiyac yoxdur ki, tam hər iki payı çıxardaq. Ancaq hansı payda düyün varsa, həmən düyünlə birgə vəz, yəni lobektomi əməliyyatı, bir payın çıxarılması əməliyyatı ilə nəticələnir. Yəni bu əməliyyatlardan sonra da isə xəstələr yenə bizim nəzarətimiz altında olurlar və müvafiq müalicə proseduralarına, müvafiq müayinələrini davam etdirilir. Bax, siz qeyd etdiniz ki, bir kiçik bir hissə saxlayırıq ki, sinirin zədələnməməsi üçün və ayrıqda bilirəm ki, bir çox hallarda təbii ki, bu tədris cərrahiyyə klinikasından söhbət getmir. Bir çox müəssisələrdə, hətta xaricdə də bu var. Səs tellərinin zədələnməsi, paratiroid hormonunun zədələnməsi, yəni total tiroidektomiya zamanı bunlar olur. Bu bizim qısa olaraq bu suala xahiş edirəm cavab verəsiniz ki, total tiroidektomiya zamanı bu ağırlaşmalar olmasın deyə tədris cərrahiyyə klinikasında, məhz sizin şöbənizdə əməliyyat taktikasında yenilik və gedişat nədən ibarətdir? Bəli, yəni çox gözəl qeyd etdiniz. Yəni bu əməliyyatlarda bəli, total tiroidektomiya əməliyyatını hər həkim edə bilmir. Nəyə görə? Yəni burada təcrübəli endokrinoloqdan, cərrahdan söhbət gedir. Çünki bu böyük bir təcrübəyə malik olmalıdır. Amma son illərdə bizim yəni təcrübəmiz hesabında bu ağırlaşma ehtimalları çox aşağı bir faizə gətirib çıxarılmışdır. Yəni ədəbiyyatlarda qeyd olunur ki, total tiroidektomiyadan sonra 1-3% hallarda qayıdan qırtlaq sinirinin zədələnməsi olur. Amma son elmi nailiyyətdə bizim klinika tərəfindən təchiz olunmuş sinir monitoring aparatı artıq bu xəstəliyin, yəni bu ağırlaşmanın qarşısını almağa imkan verir. Çünki biz əməliyyat zamanı qayıdan qırtlaq siniri üzərində yerləşirsə, yəni həmən sinirin üzərinə yaxınlaşmışıqsa, həmən sinir monitoring aparatı xüsusi bir səs siqnal verərək bizə qeyd edir ki, siz artıq yəni sinirə yaxınlaşmışsınız, yəni sinirdən uzaq olun və burada əməliyyatı yəni stressiz bir şəraitdə fəsadsız olaraq yerinə yetirməyə şərait yaradır həmən aparat. Sonra qaldı paratiroid vəzlərinin aşkarlanması. Qalxana mənzər vəzin avtoimmün xəstəliklərində çox rast gələn bir problem nədən ibarət olur? Əməliyyat zamanı biz görürük ki, paratiroid vəzlər vəzin üzərinə sıx birləşir və bu zaman total tiroidektomiya əməliyyatı zamanı paratiroid zədələnmə ehtimalımız artıq olur. Və müəyyən olunub ki, yəni bizim tədqiqatlarda da müəyyən olunub ki, hər deyək ki, avtoimmun tiroididə görə əməliyyat olunmuş, yəni Graves xəstəliyindən söhbət gedir. Əməliyyatdan sonra bunlarda keçici hipokalsemi olur. Keçici hipokalsemi nədir? Xəstələrdə müəyyən müddət əllərdə, üzdə qıc olma şikayətlərini olur, amma onlar keçicidir. Nəyə görə biz buna keçici hipokalsemi deyirik? Çünki biz həmən vəzləri əməliyyat zamanı görürük. Təyin etdik ki, bu artıq paratiroid vəzlərdir və paratiroid vəzləri ehtiyatla, yəni qalxana bənzər vəznin üzərindən sıyıraraq zədələnməmə şərtindən aşağı endirir. Və istər-istəməz burada biz paratiroid vəzlərini travmatizmə uğradırıq. Yəni travma olduğu üçün müəyyən dərəcədə qidalanmasında pozğunluq olur. Bu da əməliyyatdan bir həftə 10 gün müddəti keçdikdən sonra həmən yəni keçici hipokalsemi əlamətləri, qıcıqlama əlamətləri bitir. Təşəkkür edirik sizə gəldiyiniz üçün. Minnətdarıq dolğun məlumata görə. Ümid edirik bu məlumatların ardını, davamını, daha yeniliklərimiz olacaq. Bunu Tədris Cərrahiyyə Klinikası adından sizlərdən eşitmiş olacaq. Növbəti proqramlarımıza təbii ki. Biz sizə davam edirik. Daim hərəkətli olub özümüzü gümrah saxlayaq ki, sağlam olaq. Və biz davam edirik. Proqramımızın ikinci hissəsində qeyd etdik ki, xərçəng əleyhinə, daha doğrusu onun qarşısını almaq üçün, profilaktikası üçün hansı qida məhsullarından istifadə etmək lazımdır, o haqda məlumat verəcək. Amma istəyirəm ilk öncə bizim rezident həkimimizə yaxınlaşım. Xatirə xanım, necədir stüdiyamızda müayinələrin nəticəsi? Müayinələrin nəticələrinə belə bir şey deyirəm. Belə yəni normaldır hər şey, elə bir... Buyurun. Müayinənin nəticələrinə əsasən belə demək olar ki, 6 nəfərdən ikisində klinik əlamətlər aşkarlandı və 50 müayinə zamanı yəni şübhələr təsdiqləndi.
Bu xəstələrin ətraflı müayinə olunması şərtdir. Yəni həm ultrasəs müayinəsi, həm də qanda hormonun təyini məqsədi ilə klinikə müraciət etməlidirlər. Təşəkkürlər Xatirə xanım. Çox sağ olun. Biz təbii ki